Allah bir bəndəsini sevərsə, Allahın sevgisi haqqında biraz danışmaq istəyirəm. Allah bir bəndəsini sevərsə, xoş o bəndənin halına. Bütün rəhmət qapılarını onun üzünə açır. Və onun dininə, imanına zərbə vuracaq şeylərdən onu qoruyur. Allah bir bəndəni bəyənsə, özü girişir onun həyatına və başlayır özü onu qorumağa. Özü onun həyatını idarə eləməyə başlayır. İmanını özü qoruyur. Bəli, müminin bədəni, canı, cismi, malı, sərvəti zərbə ala bilər. İman buna zəmanət vermir ki, sən iman gətirdinsə, həyatda çətinliyin olmayacaq. Belə bir şey yoxdur. Zərbə dəyər malına, canına zərbə dəyər. Çünki dünya elə bir yerdir ki, insan burada şirin və acı hadisələr görməlidir. İmanlı oldu ya imansız, fərqi yoxdur. Bu barədə heç kəs sığortalanmayıb.